İndi Azərbaycanda Ramiz Mehdiyevin adıyla bağlanan dövlət çevrilişi işi ən populyar istintaq hadisələrindən biridir. Çünki bu saxta cinayət işinə müxalifət lideri Əli Kərimli də cəlb edilib və güya onlar birlikdə İlham Əliyevi hakimiyyətdən devirmək üçün hansısa planlar qurublarmış. Əli Kərimli və daha bir neçə nəfər barəsində həbs qəti imkan tədbiri seçilib. Ötən ilin dekabr ayının birindən onlar həbsxanada saxlanılır. Ramiz Mehdiyev isə güya ev dustağıdır. Maraqlıdır ki, İlham Əliyevi hakimiyyətdən devirməkdə ittiham edilən Ramiz Mehdiyevin ötən bir il ərzində ailə biznesi daha da böyüyüb və bu barədə Meydan TV'nin maraqlı araşdırması var. Meydan TV yazır ki, Ramiz Mehdiyev uzun illər Azərbaycan hakimiyyətinin ən qapalı və ən təsirli figurlarından biri sayılıb. O, 1995-ci ildən 2019-cu ilə qədər prezident administrasiyasına rəhbərlik edib. Heydər Əliyevin prezidentliyi dövründə bu vəzifəyə gətirilən Mehdiyev, İlham Əliyevin hakimiyyəti illərində də postunu qoruyub və siyasi sistemin əsas memarlarından biri kimi tanınıb. Onun adı Azərbaycan siyasi leksikonunda çox vaxt boz kardinal ifadəsi ilə yanaşı çəkilib. Bu ifadə rəsmi tituldan daha çox pərdə arxası təsiri, kadr siyasətinə və ideoloji xəttə nəzarəti, hakimiyyət daxilində uzun müddətli mövqeyi izah etmək üçün işlədilib. 2019-cu il noyabrında Ramiz Mehdiyev prezident administrasiyasının rəhbəri vəzifəsindən azad edildi. Elə həmin gün Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti postuna keçirildi. Bu, onun hakimiyyətdən tam uzaqlaşdırılması kimi deyil, daha çox dövlət sistemində başqa platformaya keçirilməsi kimi görünürdü. Amma sonraki illər Mehdiyevin siyasi çəkisinin tədricən azaldığı dövr oldu. 2022-ci ildə AMİA rəhbərliyindən də getdi. 2025-ci il noyabrında isə Ramiz Mehdiyev artıq sabiq, yüksək vəzifəli şəxs kimi yox, cinayət işi üzrə təqsirləndirilən şəxs kimi gündəmə gəldi. Ramiz Mehdiyevin prezident administrasiyasından uzaqlaşdırılmasından sonra onun siyasi təsir imkanlarının azaldığı düşünülürdü. Amma dövlət satın almaları portalında görünən məlumatlar ailəsinə bağlı şirkətlərin dövlət qurumları ilə işləməkdə davam etdiyini göstərir. Kaspiyan Telekom MMC-nin adı 2026-cı ildə ən azı 2 dövlət qurumu ilə bağlanmış müqavilədə keçir. Birinci müqavilə Gəncə şəhər mənzil kommunal təsərrüfatı istehsalat birliyi ilə bağlanıb, satın alma predmeti sərnişin liftləri üçün internet xidmətinin alınmasıdır. Bu, böyük məbləğ olmasa da şirkətin öncəki 4 ildə qazandığı toplam tender vəsaitindən artıqdır. Bundan başqa müqavilənin bağlanma üsulu da diqqət çəkir. Satın alma açıq tenderlə yox, bir mənbədən satın alma metodu ilə həyata keçirilib. Bu o deməkdir ki, dövlət qurumu rəqabətli prosedura getməyib, təklifləri müqayisə etməyib, birbaşa Kaspiyan Telekom MMC-ni seçib. İkinci müqavilə Kənd Təsərrüfatı Nazirliyinə bağlı Kəlbəcər Dövlət Aqrar İnkişaf Mərkəzi ilə bağlıdır. Burada da satın alma predmeti internet xidmətidir. Burada da prosedur eynidir. Bir mənbədən satın alma. Beləliklə, eyni şirkət, eyni xidmət sahəsi və eyni satın alma metodu görünür. İnternet xidməti Azərbaycanda alternativsiz sahə deyil. Bazarda müxtəlif provayderlər fəaliyyət göstərir. Ona görə də dövlət qurumlarının məhz bu şirkəti tender keçirmədən seçməsi ayrıca izah tələb edən haldır. Dövlət satın almaları haqqında qanuna görə bir mənbədən satın alma istisna mexanizmidir. Bu üsul satın alma predmetinin yalnız konkret təchizatçıda olduğu, alternativin olmadığı, təcili tələbat yarandığı və ya əvvəlki satın almanın texnoloji davamı olduğu hallarda tətbiq edilə bilər. Gəncədə liftlər üçün internet, Kəlbəcərdə dövlət aqrar mərkəzi üçün internet xidməti bu istisna kateqoriyalarından hansına düşür? Açıq məlumatlarda bunun cavabı görünmür. Dövlət vergi xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarına görə Kaspiyan Telekom MMC 28 iyul 2005-ci ildə qeydiyyata alınıb.
Nizamnamə kapitalı 1020 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri İstiqlaliyyə küçəsi ev 11 mənzil 17 kimi göstərilir. Bu ünvan təsadüfən görünmür. Açıq mənbələrdə həmin ünvan Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva və nəvəsi Fidan Əliyevanın qeydiyyat ünvanı kimi göstərilir. Şirkətin qanuni təmsilçisi isə Orxan Fikrətoğlu Əliyevdir. Açıq məlumatlarda Orxan Əliyevin Ramiz Mehdiyevin ailə çevrəsi ilə qohumluq əlaqəsinin olduğu bildirilir. O, Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevin qardaşı, keçmiş MTN-nin antiterror mərkəzinin polkovniki olmuş Fikrət Əliyevin oğludur. Bu məlumatlar şirkətin hüquqi mülkiyyət zəncirini tam açmır. Azərbaycanda bir çox hallarda faktiki benefisiarlarla rəsmi təmsilçilər üst-üstə düşmür. Amma ünvan, ailə qeydiyyatı və qanuni təmsilçi birlikdə götürüldükdə Kaspiyan Telekomun Ramiz Mehdiyevin ailə çevrəsi ilə bağlılığına şübhə yaranmış. Bu suallar daha da aktuallaşır çünki şirkət adi biznes subyekti kimi deyil, dövlət qurumlarının tender keçirmədən seçdiyi təchizatçı şirkət kimi görünür. Mehdiyevlər ailəsi ilə əlaqələndirilən başqa şirkət Şərq-Qərb Açıq Səhmdar Cəmiyyətidir. Bu şirkət Kaspiyan Telekomdan fərqli olaraq daha böyük maliyyə dövriyyəsinə malikdir. 2025-ci il üzrə açıqlanmış maliyyə hesabatına görə Şərq-Qərb Açıq Səhmdar Cəmiyyəti 10 milyon 243 min 300 manat gəlir əldə edib. Şirkətin həmin il üzrə xalis mənfəəti 675 min 700 manat olub. Əvvəlki illərin göstəriciləri də şirkətin davamlı gəlir əldə etdiyini göstərir. 2024-cü ildə xalis mənfəət 844.700 manat, 2023-cü ildə 648.400 manat, 2022-ci ildə 1.393.600 manat olub. Bu rəqəmlər Şərq-Qərb MMC-nin kağız üzərində qalan şirkət olmadığını göstərir. Söhbət real dövriyyəsi olan milyonlarla manatlıq gəlir əldə edən biznesdən gedir. Dövlət reyestri məlumatlarına görə Şərq-Qərb Açıq Səhmdar Cəmiyyəti 14 sentyabr 2001-ci ildə qeydiyyata alınıb, nizamnamə kapitalı 589.880 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Əhmədli qəsəbəsi Aşıq Ələsgər küçəsi ev 17 kimi göstərilir. Eyni ünvanda Şərq-Qərb Mülk MMC, Şərq-Qərb Nəşriyyat Evi MMC və Global East-West MMC kimi şirkətlərin də qeydiyyatda olduğu bildirilir. Bu ünvan və şirkət qruplaşması Mehdiyev ailəsi ilə əlaqələndirilən biznes şəbəkəsinin tək bir şirkətdən ibarət olmadığını göstərir. Şərq-Qərb Açıq Səhmdar Cəmiyyətinin son maliyyə hesabatında səhmdarların adı açıqlanmır, amma əvvəlki açıq məlumatlarda şirkətin səhmlərinin 96%-nin Teymur Ramizoğlu Mehdiyevə məxsus olduğu göstərilib. Teymur Mehdiyev Ramiz Mehdiyevin oğludur. O, uzun illər dövlət sistemində çalışıb, Fövqəladə Hallar Nazirinin müavini vəzifəsində olub. Reyestr məlumatlarında Teymur Mehdiyevin qeydiyyat ünvanı Bakı şəhəri İstiqlaliyyə küçəsi ev 9 mənzil 31 kimi göstərilir. Açıq mənbələrdə eyni ünvan Ramiz Mehdiyevin qeydiyyat ünvanı kimi də təqdim olunur. Əgər Şərq-Qərb Açıq Səhmdar Cəmiyyətində Teymur Mehdiyevin əvvəl göstərilən payı qüvvədə qalıbsa, bu şirkət Ramiz Mehdiyevin ailə biznesinin əsas aktivlərindən biri sayılır. Şərq-Qərb Açıq Səhmdar Cəmiyyəti nəşriyyat və mətbəə sahəsində fəaliyyət göstərir. Bu sahə Azərbaycanda dövlət sifarişləri ilə sıx bağlı olan sahələrdən biridir. Dərsliklərin çapı, rəsmi nəşrlər, dövlət qurumlarının çap məhsulları, tədris və metodik materiallar, poliqrafiya xidmətləri dövlət büdcəsi hesabına maliyyələşən işlər sırasındadır. Şirkətin 2025-ci ildə 10 milyon manatdan çox gəlir əldə etməsi həmin gəlirin mənbələri ilə bağlı sual yaradır. Bu pullar daha çox özəl sifarişlərdənmi gəlib, yoxsa dövlət sifarişlərindənmi? Maliyyə hesabatında bu bölgü ayrıca görünməsə də, dövlət satın alma portalında yerləşdirilən məlumatlar bu sualın cavabını qismən göstərir.
Şərq-Qərb Açıq Səhmdar Cəmiyyəti 2025-ci ildə dövlət qurumları və dövlətə bağlı müəssisələrlə 6 müqavilə imzalayıb. Bu müqavilələrin ümumi dəyəri 3 milyon 91 min 269 manat 82 qəpik olub. Satın alanlar arasında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, eləcə də Naxçıvan Duz istehsalı MMC var. Başqa sözlə, şirkətin 2025-ci ildə açıqladığı 10 milyon 243 min manatlıq gəlirin azı 1/3 dövlət satın almaları hesabına formalaşıb. Ramiz Mehdiyev siyasi vəzifədən uzaqlaşdırılsa da, onun ailəsinə bağlanan şirkətin 2025-ci ildə 10 milyon manatdan çox gəlir açıqlaması göstərir ki, ailə biznesi vəzifədən sonraki dövrdə də zəifləməyib. Əksinə, açıq rəqəmlər bu biznesin gəlirli qalmaqda davam etdiyini göstərir.